Hı hı. Devam edirik. Açı ortayın ikinci səhifəsi. Kimi izah eləmək istəyəcək? Zərfə buyur, səndən başlayalım. Zaten cavab anahtarı var idi içərisində. Necə eləyirik ay zərfə? Burada əvvəlcə biz 4-dürsə, bir dənə də hündürlük çəkirik D-dən digər tərəfə və o biri tərəfə də çəkirik. D-dən AC-yə və AB-yə hündürlük çəkirik. Aha, tələsmə. Şimdi bu şəkildə iki dənə hündürlük çəkdiyimiz zaman dikləri indirdik. Y, F, G deyəlim. Aha, tamam. 6 6 olur. Doğru mu? 6. Bəli, digər tərəfdə olur 8. Aha, 14'ten 6 çıxanda 8 Hı, oldu. bəli. 4 4 olur. Tamam. Sonra Sonra AF də 8-ə bərabər olur. niyə? Çünki A-dan D-yə bir dənə də çəksək, O da o da tənbələnlik olacaq. O da aynı bəli. durumda olacaqdır. Aha. Şəkildə verilənə görə 8'də AB'ni istəyəcək. 12 olacaqdır. Evet. Anlamayan var mı Meryem? Anladınız mı? Evet hocam anladım. Hı hı. Kamran var mı problem? Kamil? Hayır. Hı hı. Yoktu hocam. 8'in soru. Zeynep izah eder misin 8'i? Bəli, 16 bölünsün x bərabərdir 8 bölünsün 6. Orada proporsiyanla edirik. Aynen öyle. Zaten bir demiştim ki 2 kere büyükse 2 kere büyüktür. 12 olacaktır. Yani D bendi. Kamil anladın mı Kamil? Evet hocam. Hı hı. Kamil 9'u izah eder misin benim canım kardeşim? 12 bölü 12 bölü 6 Hı hı. 4 şey bölü x X diyelim buraya. X bölü 4. bölü 4. Aha, yukarıdan aşağıya 12 bölü 6 x bölü 4. Zaten 2 kere büyük olduğu için 2 kere büyük 2 kere olacak. büyük olacak. Yani 8 olacaktır. Çok savadlı oğlan olsan da seni her zaman ne inirik biz? Beğenirik. Elə buradan elə şəkli bozmadan buradan başlayalım. 12-ci soruyu Nigar xanım sən izah elə görək. Burada tembelen dediği AB'ye 3x, AC'ye de 5x yazdım. Mükəmməlsiniz. Sonra 3A, da 5A dedik. Sonra Pitagoras da yazdım. Pifagorla. Evet, çözəlim bunu. 3 tənbələnin buradakı özəlliyinə görə 3 5 nisbətində olduğu üçün Pifagora görə 3A'nın karesi üstə gəl burası 8 ya. 8'in karesi bərabərdir 5A'nın karesi. Bu da olacaq 9A kare üstə gəl 64 bərabərdir 25A kare. 25'ten 9 çıxanda eləyir 16A kare bərabərdir 64. A kare bərabərdir 4. A niyə bərabərdir? 2'yə. Deməli 2 üçün 6 olur. 2 5'im nə olur? 10 olur. Bizdən AC-ni istəyəcək. Doğru mu? Hə, AC elə 10 oldu da tapdıq. Aha. Davam edirəm 11-ci suala. Kamran, buyur sən izah elə. 11'in soru eləməmişəm mən. Aa. Niye? Çevresi 60'tır. Yani perimetre burada neye beraberdir? 60'a. Fert Halil'e sen izah eder misin? Mən, mən burada çevrəsi 60'dır. Hı AD-yə x verək ya da hı. A-da nəsə. Farkı yoktur. E, Burada olacak neyse 3A. 3x. 3 bəli, Niye 6 18 Kamran? X ise bəli. 3x olur. Perimetrede toplayanda ne olacaktır? Hamısını toplayırıq, bərabər eləyir 60-a. Tələsmə bir dəqiqə. Aha, 18 6 24. 4x beraberdir 36'ya. X bərabər X beraber 9 olur. 9'a. Bəli. Burada 27. o bir səhv Bizden 20. ne istiyor? Cavabı AC'ni 27. istiyor. Orası da ne olur? 27. Kimse zoom attı herhalde. Devam et. Ha, Meryem'iymiş. Ha, kabul ettik. Arkadaşlar bir bakın görün uşaklar. 11. sualda anlamadığınız var mı? Anladım ben. Yani orada aşağıda da sözle yazılan perimetre dikkat etseniz görürsünüz ki durum neden ibarettir? Onuncu nedir? AB 12'dir, BC 8'dir, AC 15'tir. Aha çok güzel. Zeynep izah eder misin bunu?
Müəllim, mən də bu sual eləyə bilmədim. Tamam. Kim izah eləmək istəyir? Məryəm, sən izah eder misin? Ben de yapamadım hocam bunu Kim yanlış. izah eləmək istəyir uşaqlar? Deyim Buyurunuz. müəllim. De ağsaqqal, de. Mən burada DCX veririk. AD-də 15 çıxış olur. Tələsmə, A dedim. Evet. Burası da 15 çıx A olur. Aha, devam et sonra. O 12 bölünsün 15 çıxa bərabərdir 8 bölünsün A. Tənasüb edir. Tüp bələm düzdür uşaqlar, mümkün mərtəbə, bəli. Rəqəmləri, ədədlərə bölünür ki, şeyli olsun. 12, 8, 4-ə böləndə 2 eləyir, 4-ə böləndə 3 eləyir. Yəni testdə mümkün mərtəbə kiçik sorularla şey eləyəlim arkadaşlar, kiçik rəqəmlarla oynayalım ki, yəni çarpaz vuranda, ondan sonra işləmlərdə işimiz kolay olsun. Yəni 3 bölü 2 eşittir 15 çıx A bölünsün nəyə? A-ya. Çarpaz vuranda 3A bərabərdir 30 çıxılsın nəyə? 2A-ya. 5A bərabərdir 30A. A da nəyə bərabərdir? 6-ya. Bizə nə istəyəcək? AD-ni istəyəcək. 15-dən də 6 çıxanda nə eləyir? 9 eləyir. Yəni D bəndə. Çocuklar başlayayım mı? Zeynep anlaşıldı mı? Bəli, müəllim.